Salam, xırt-xırt badımcan salatından sonra düşündüm ki, badımcan kotleti də çox seviləcək. Bu səbəbdən bol vitaminli olan badımcan kotletini yoxladım. Yəni deyərəm ki, ət kotletindən qat-qat dadlıydı. Hər kəsə məsləhət görürəm ki, evdə bişirin. Badımcanları soyduqdan sonra süzgəcdən keçirirəm. Daha sonra duzlu suda acısını çıxardıram 10-15 dəqiqə. Acısını çıxardıqdan sonra ərzaqları sırayla əlavə edirəm. Aşağıda onu qeyd eləyəcəm. Bütün ərzaqların miqdarını, zövqə görə duz, istiot və istənilən ədviyyata əlavə eləyə bilərsiniz. Mən kotleti bulqurla servis elədim. Buna görə içinə biber əlavə elədim. Siz də istənilən qırmızı biber, yaşıl biber, pomidor əlavə eləyə bilərsiniz. Və mənim vazgeçilməzim olan yenə də sarı kök əlavə elədim və özüm dağdan yığdığım keklik otunu əlavə elədim və bir qaşıq da yağ əlavə elədim. Siz istəsəniz yağsız eləyə bilərsiniz. Yeməyim həm göz oxşayan oldu, həm də çox ləzzətli oldu. Bəzi yeməkləri ilk dəfə sınayanda o qədər də yaxşı alınmır. Amma sizə əminliklə deyə bilərəm ki, bunu elə ilk dəfədən yaxşı alındıracaqsınız. İndidən hazırlayacaq olan hər kəsə nuş olsun.